gücü ilə çoxalıb, yayılacaq bir qədər sonra arenada. Oluwasen və gol! Oluwasen Timilehin İmişli öne keçir. Qonaq komandanın futbolçuları qarşılaşmada erkən qolla hesab açırlar. Uzaq altılığa vurdu topu. Abbas Ağazadə, Abbasdan mərkəzə pas. Arxadan hücuma qoşulan kim idi bu? Rəhim Cəfərli həmlə davam edir. Elmir Rəhimzadə, Kamran İbrahimov. Mehdi Tahirov, uzaqdan zərbə sol ayaqla İbrahimov. Bütün maçlarda olduğu kimi 44-cü dəqiqə şəhidlər ölməz, vətən bölünməz şüarı və ilə gəlin bir daha tanış olaq. Bu dəfə qonaqlardan başlayacağım. Tərs toxunuş, tərs toxunuş. Olmalıdır, ideal olmasa da ona yaxın bir vəziyyətdə olmalıdır İmişlinin. Əli Abdullayev ötürmə cərimə meydançasına və Sinenka yerində. Məğlubiyyətə uğratmışdı. Ötürmə cərimə meydançasına akrobatik kullanışla zərbə, amma Andrey Sinenka. Kings'in ötürməsi! Hücum devam edir. Ramon Seylo! Gol! Ramon Hüseynov 1-1. Bu da Kenan Kərimovun əvəz etməsi. Qarşılaşmanın 73-cü dəqiqəsində Peyman Keşavarzi, İbrahim Qədirzadə, Peter Kings üçün indirmə istədi, alınmadı. Elmir Rəhimzadə və qapçı Kamran İbrahimov. Yenə ötürmə qapı qarşısına. Sinenka çıxışda səhvsizdir. İbrahim Qədirzadənin zərbəsi. Bəhruz Teymurov! Sinenka! Andrey Sinenka! Heyecanlı anlar. Peter Kings ötürdü qapı qarşısına və son anda kapitanın zərbəsi, Müşfiq Teymurovun zərbəsi blok olundu və beləliklə Rauf Cabbarov maçı bitirdi. Bu oyunda qalib müəyyənləşmir, tərəflər həriyə bir gol və bir xalla kifayətlənirlər.